Düşünün sizə yüzlərlə şəkil verilib, bu şəkil böyük ölçüdədir, rənglidir və deyiblər ki, bunların hamısını çox qısa müddətdə kiçiltmək lazımdır. Tutaq ki, böyük tərəfini 1000 piksel eləməklə hamısını kiçildirsiniz və hamısını da tutaq ki, rəngini dəyişirsiniz, bəlkə ağ-qara eləyirsiniz. Niyə? Çünki sayta yerləşdirilməlidir. Doğrudan da belə bir hadisəyə rastlaşmışam və təsadüfən gördüm ki, dizaynerimiz oturub saytın şəkilləri bir-bir əllə, saatlarla kiçildir və halbuki bir dənə tıkla bu işi avtomatlaşdırmaq olar. Gəlin elə bu gün Photoshopda bu tipli emalı necə avtomatlaşdırmaq olar, onu nəzər salaq. Salam, mən Rizvan Bağırlı, qrafik dizayner, Adobe eksperti və qrafik dizayn üzrə təlimçiyəm. Bugünkü mövzumuz Photoshopda image processor və action. Yəni fotoların avtomatik emal olunması. 3 foto götürmüşəm Unsplash'dan. Kifayət qədər böyük ölçüdədir, amma girişdə də dediyim kimi düşünün ki, sizə həddən artıq çox verilib, yüzlərlə. Hətta bir neçə folder fərqli məzmunda şəkillər verilibdir, fərqli qovluqlarda və bunların hamısını siz ölçüsünü kiçiltməlisiniz, rəngini də ağ-qara eləməlisiniz. Bizdə burada möhtəşəm maşın şəkilləri var. Yəni hamısı Unsplash'dan götürülüb, hamısının ölçüləri böyükdür. 7000 piksel biridir, 5200 nə qədərsə biridir və bu isə hətta vertikaldır, şaquli istiqamətdədir. Yenə də hündür tərəfi 4500 piksel. Bu ölçülərdə kifayət qədər böyükdür və bunları sayta yerləşdirmək üçün müştəri bizə deyib ki, böyük tərəfi, yəni bu ikisində eyni, burada isə hündürlüyü olsun maksimum ta ki 1000 piksel və ağ-qara olsun. Bunun üçün gedirik Photoshop'a və buna cavabdeh bölmə menyuda File, Scripts və Image Processor. Birinci yerini göstərməliyik ki, bizim şəkillərimiz hansı folderdədir, hansı qovluqdadır, papkadadır. Select folder, getdik Photos bölməsinə giririk, içəridə təbii ki, heç nə görmürük, çünki biz ancaq folderi götürürük. Burada başqa folderlər olsaydı onları görərdik. Sonra bir də burada bu parametr maraqlıdır, include all subfolders, yəni o folderin içində başqa folderlər də varsa, onları da nəzərə alsın. Şəkilləri save location, select location, bunları hara yerləşdirmək lazımdır. By default cari olaraq save in same location, yəni həmin o folder hardadırsa elə orada save edəcək. Narahat olmayın, orijinalları dəymir, yanında kopyasını çıxardır. Ya da yox, başqa bir yerə, tamam fərqli bir direktoriyaya save eləmək istəyirsə, onu da bu şəkildə aktivləşdirib yerinə götürə bilərsiniz. Və biz save in same location parametrindən getmək istəyirik. 3. File type. İndiki halda bizə ancaq bu 3 punkt lazımdır. File'ın tipi. Yəni Photoshop faylı PSD, tip formatda ola bilər. Bizə elə şəkil lazımdır. Sayta yükləmək istəyirik. Save as JPEG, elə JPEG kimi də qalsın. Keyfiyyət 5 əslində burada kifayət də aşağıdır. Bizdə burada maksimum 12-dir. Gəl məsələn 13 verim. Görürsən, olmaz. Maksimum 12-dir. Və 12 ən 100%li high quality, maksimum quality-dədir. Amma biz bunu takip eləmək istəyirik. 8. Və hardasa bizim Photoshop'dakı Save for Web-dəki 60-70%li high quality keyfiyyətidir. Sonra başqa bir də resize to fit, ölçü məsələsi bizdə, çünki orada kifayət qədər həm fərqli, həm də böyük ölçüləridir. Amma biz bunu 1500 piksel eləyək, bunu da 1500 piksel eləyək. Yəni ya eni, ya hündürlüyü 1500 pikselə fit olacaq, uyğunlaşacaq. Bütün lazımlı tənzimləmələri etdikdən sonra isə Run düyməsini basmaq kifayət edir ki, Photoshop həmin verdiyimiz mövqedə, yerdə, məkanda olan şəkilləri götürsün, sürətlə tap başlasın emal eləməyə. Gördüyünüz qədərilə, yəni bir göz qırpımında 3 şəklin üçü də emal olundu və bizim seçdiyimiz yerdə artıq bir folder var, qovluq var. Ora girib görək ki, doğrudan da 3 dənə şəklimiz var. Yəni maraqlıdır. 2 detal maraqlıdır. Ancaq birinci və üçüncüdə baxsaq kifayət edir. Yəni birincidə təxminən 5-6 megabayta yaxın, 7000 pikseldən çox və sonuncuda 2.4 megabayt, böyük tərəfi də təxminən 4500-4600 piksel. Yəni birincisinin ölçüsü 1500-ün 1000-ə, cəmi 180 kilobayt, sonuncu da 1200-ün 1500-ə. Yəni böyük tərəf ya en ya yuxarıdırsa, hündürlüyüdürsə, oldu 1500 və ölçülərdə kifayət qədər azalmış oldu. Yəni yüzlərlə şəkili bir göz qırpımında balacalaşdırdıq. Bu işin birinci tərəfi. Amma bizə müştəri tərəfdən başqa bir tapşırıq da verilmişdi. Bu şəkilləri tək-tək kiçiltmək kifayət deyildi. Biz bunları eyni zamanda hamısını ağ-qara etməliydik. Bu halda bizə image prosesorla yanaşı action skriptlər lazım gələcək. Bu artıq bir bazı mürəkkəb kimi gələ bilər. Skript sözü eşitdiysə orada bizi qorxuda bilər mövzu, amma narahat olmayın. Əslində kifayət qədər maraqlı və eyni zamanda bir faydalı mövzudur. Siz bizim videonu bəyənin, kanalımıza abunə olun. O vaxta qədər biz keçək action script mövzusuna və onu bura inteqrasiya edək. Actionlarla işləmək üçün Photoshop'un Window bölməsinə gedib orada müvafiq action pəncərəsini açmaq lazım gələcək.
Bizim daha əvvəldən Adobe tərəfindən yəni verilmiş, təyin olmuş yəni fərqli formada actionlar var. Məsələn, vignette effekti verir, hansısa frame verir şəkilə wood frame 50 piksel ölçüdə taxta çərçivə verir. Yəni müəyyən bir prosesləri, addımları qabaqcadan rekord ediblər. Yəni bu addımları təzədən təkrar etməyə ehtiyac yoxdur. Bunu avtomatik bu actionlar bizim yerimizə reallaşdırır, icra edir. Və biz əslində bura öz actionlarımızı da yaza bilərik. Yeni bir papka yaradaq, folder yaradaq, adını qoyaq, nə qoyaq? Adını qoyaq da ki, marka və OK eləyək. Bunun içərisində yeni bir action başlamaq lazımdır. Plusu basaq, ad verək buna. Ad nə olsun? Ad olsun. Biz nə etmək istəyirik? Ağqara. Elə yazaq bura ağqara. Tamamdır və hansı setin hansı folderin içində də marka, yəni yerinə görə biz əslində bunu digər folderin içinə də ata bilərik. Bu işi avtomatik başlamaq üçün hotkey və s. vermək lazımdır, amma bu qədər çətinləşdirmək istəmirəm, daha doğrusu dərinləşdirmək istəmirəm. Elə rekorda başlaya bilərik. Rekorda bastığım anda aşağıda bizim yəni bizə daha əvvəldən tanış olan bir recording prosesini göstərən ikonka və onun qırmızı görüntüsünü görmüş oluruq. Yəni hal-hazırda Photoshop artıq bizim addımlarımızı başlayacaq qeyd etməyə. Biz nə etmək istəyirik? Biz istəyirik ki, bu şəkil ağqara olsun. Ağqara da ki, biz artıq Photoshopda şəkillərin ağqara edilməsi mövzusunu bilirik. Əgər bilmirsinizsə, bizim yəni bu mövzuda hazırladığımız dərsə mütləq baxın. Orada çox fərqli variantlarla fotonu ağqara eləməyə öyrətmişik, amma biz gəlin ən məşhur əslində ən doğru varianta gedək. Məşhur əslində bu deyil. Black and white girdik. Hansısa bir tənzimləmə eləməyə ehtiyac yoxdur, çünki bu tənzimləmə fotodan fotoya başqa fərqli nəticələr göstərə bilər. Ona görə elə olduğu kimi də saxlayım. OK bastığım anda artıq fikir verdinizsə, birinci addım bizdə yazıldı, ağqara olundu. Başqa əlavə eləyək bura nələrsə. Nəyə? Məsəl üçün şəklimizə biraz kontrast verək tutaq ki. Image adjustment, brightness kontrastla, levellə, gəlin curve-la eləyək. Fotoqrafların sevdiyi metodla. Presetlərin içərisində bizdə tutaq ki, linear kontrast, çox düzü kontrast vermək istəyirəm. Xətti kontrast verək. Bir də hiss olunsun dəyişikliyi, düzdür, ağqara olsa dəyişikliyi hiss olunacaq, amma gəlin bir də nə bilim, noise verək tutaq ki. Biraz şum olsun, küy olsun burada, amma monoxrom olsun, RGB olmasın. Addımlara baxın, black and white ağqara oldu, kontrast verdi və noise verdi. Bir də bu prosesi dayandıra bilərik. Bizim artıq əlimizdə belə bir ağqara script var. Ağqara action var daha doğrusu script deməyək. Yəni məsəl üçün, mən əgər geri qayıtsam şəklin orijinalına, oradan actionlara girsəm, ağqaranı götürüb run eləsəm onun, tamam, yəni play eləsəm, görürsünüz anında hər üçü baş verdi. Yəni foto həm ağqara oldu, həm kontrast, həm də noise. Yəni işləyir və indi qalır bunu bizim o yüzlərlə fotoya tətbiq etmək. Bizdə 100 deyil, 3-dür, amma olsun. Yəni düşünün 1000 dənədir. Bundan əvvəlki addımları yenə atırıq. Select folder və s. Hətta gəlin bu dəfə başqa bir folder götürək. Yəni əvvəlkini korlamaq istəmiriksə. Tamamdır. Həm fotoların olduğu yer eynidir, amma hara save eləmək istəyirəm. Yeni bir məkan seçək. Burada yeni bir folder yaradıb adını qoyaq. Nə qoyaq? Elə qoyaq ağqara. Yəni ağqara fotoları Photoshop Image Processor bax bura, bunun içərisinə save edəcəksən. Keyfiyyət qalır yerində, ölçü qalır yerində. Yeganə sonuncu parametri aktivləşdirmək lazımdır. Run action. Ölçülərlə yanaşı bu action'ı da istifadə etmək lazımdır. Görürsünüz siyahıda default action var. Photoshop'un bizə təklif etdiyi action'lar. Amma bizə isə lazımdır ki, öz action'ımız olsun. Orada olsa cəmi bir dənə olduğuna görə elə onu da göstərir. Başqa heç nəyi dəyişmək istəmirəm. Run. Proses getdi. Gedirik folderə. Qaydırıq fotoya və görürük ki, JPEG ilə yanaşı burada ağqara da var. İçəri girdik və görürük ki, həm ölçüləri dəyişilib, həm də açıb şəkillərə diqqət yetirsək, həm birinci şəkil, həm ikinci şəkil, həm də üçüncü şəkilimiz möhtəşəm şəkildə ağqara olub, kontrast verilib və noise əlavə olunub. Məncə çox möhtəşəm, çox belə yəni bəlkə də faydalı olacaq bir mövzudur. Gizlidə qalmış bəlkə də biraz mövzudur. Bunu tətbiq edin işlərinizdə. Boş vaxtınız çox qalsın, işiniz daha da sürətlənsin. Bəyəndinizsə videomuzu bəyənin, kanalımıza abunə olun ki, videolarımız başqalarının da qarşısına çıxsın və digərlərinə də faydamız dəysin. Növbəti dərsdə görüşərik, hələlik sağ olun.